Heç bilirsən SSR-də ZIS avtobusu niyə qadağan edildi? Siz videonu bəyənib kanalıma abunə olun. Mən isə keçeyim hekayəmizə. Qardaşım, təsəvvürlə 1955-ci ildir. Zavoddan elə bir avtobus çıxır ki, qıraqdan baxan deyir, yəqin bu Amerikanın hansısa gizli proyektlərindən biridir. Söhbət yolların kralı ola biləcək, amma cəmi 18 santimetrə görə karyerası bitən əfsanəvi ZIS 127-dən gedir. Buna avtobus demək günah idi. O vaxtın uçmayan təyyarəsi idi bu. Altında 7 litrli 180 at gücündə canavar kimi dizel motoru döyünürdü. Kuzov isə təmiz poladdan idi. Ən gülməlici isə bilsən nədir? Resorların arasına düppədüz taxta qoymuşdular. Amma maşın trasda o qədər yağ kimi gedirdi ki, içində istəkandan çay içsən bir damızda daşıb yerə tökülməzdi. Salona girirsən elə bir biznes klassdır. 32 dənə yatıb qalxan yumşaq kreslo, hərəsinin təpəsində öz işığı və ventilyasiya sistemi var idi. Böyür başına da xrom parıltısı qoymuşdular. Bəs bu boyda əjdahanı niyə qadağan elədilər? SSR gedib qol çəkib beynəlxalq konversiyaya. Orada da qanun qoyurlar ki, qaqaş, avtobusun eni maksimum 2,5 metr olmalıdır. Bizim ZIS isə necə desə maşallah biraz ətli budlu idi. Normadan cəmi 18 sm enli çıxdı. Yuxarıdakılar da baxdı ki, standartlar pozulur. Dedilər əşki, kim deyə bunu təzədən yığan. Verin beynəlxalq avtobus işini mazarasına, qoy Ikarusu buraxsınlar. Beləcə yolların mütləq şahı olacaq maşın cəmi 18 sm-li qarın piylərinə görə tarixə gömüldü. Bəs siz necə düşünürsünüz dostlar? Doğrudan da SSR boyda dövlət cəmi 18 sm-ə görə belə bir texnoloji şedevri zibilliyə atardı, yoxsa bunun arxasında Ikarusları irəli çəkmək üçün başqa bir siyasi oyunlar yatırdı? Bəs növbəti video hansı texnikaya və ya maşına aid gəlsin? Şərhlərdə bunu da yazın. Sabaha qədər.